Allah insanı yaradıb deyirlərsə, Allah da insan arasında kimsə lazım idi və yaxud kitab lazım idi, elçi lazım idi. Kimsə lazım değildi, amma o elçi dediklərin ağıllı adamları idi və o araya girib bəlli bir biznes strukturu qurdular. Bax, çox gözəl. Bax, belə şeylər bilmək daha yaxşı olar. Mən sizin görünüşünüzə yaraşdırmıram. Allah var, Allah təkdir. Əzim, belə bir saqqal saxlayıb, bığsız bir figurada Allahu Ekber deyib qışqırsan, yaraşdırarsan mənə. Yəni sən demək istəyirsən ki, Allaha inanıb hər cürə pislik eləyən, təcavüz eləyən birisinin aqibəti yaxşı olma ehtimalı var, amma mənim yerimdə yoxdur. Allah eləməsin. Hər şey olma haqqı var. İslamda qadağası yoxdur, amma tətbiqi mümkündür. Çünki qadının şahidliyi bir kişi şahidin əvəzinə iki qadın şahid göndərsə, deməli pozisiya fərqi var. Və pozisiya fərqi olacağı halda dövlət rəhbəri olma ehtimalı yoxdur. Məhkəməyə sədri olma ehtimalı yoxdur. Yoxdur. Məhkəmə rəhbəri olma ehtimalı yoxdur. İndi alıb bu örfümüzü, daha doğrusu bu İslamı alıb örfümüzə necə inteqrə eləməliyik biz? Eləyəməyik. İndi gəldik digər bir məsələyə, qardaşım. Bayaqki söhbətimin davamını edeyim. Davam da bundan ibarətdir. Bir ərəbin bu sistemdən şikayət eləməsi mümkün deyil, ehtiyacları deyil. Çünki öz həyatlarını yaşayırlar. Hristiyanların bu sistemə itaət eləməsi üçün bir problem yoxdur. Çünki kültürlərinə uyğundur zaten. Məsələ bilirsən nədir, qardaş? Bu bizə aid deyil. Bu qanundur. Bax, bu Quran ərəblər üçün bir qanundur, şəriətdir, qanundur. Okey. O onlar üçün bir konstitusiyadır, o da okey. Amma bu bizə aid deyil. Çünki bizim kültürlə uyğunlaşır. 90'ların, 95'lerin, 2000'lerin gəncliyinə bax, kültürünə bax, mədəniyyətinə bax, bir də bu günə bax. Hələ zəifləyib, amma yenə də bitməyib. Və Azərbaycan xalqı 1400 ildə İslam var olmuşkən 807-809-cu əsrlərdən bəri Azərbaycan coğrafiyasına gəlmiş olmasına rəğmən Azərbaycan coğrafiyası heç vaxt tam İslam coğrafiyası olmuyor. Olası da deyil. Oldura da bilməyəcəklər. Bilirsən? Mənim peyğəmbərim pedofil deysən? Buxari deyiləm mən. Anladın? Cavab verməyəcək. Tamam, çok söz. Zaten ona göre de benim sənə də ona göre simpatiyam var idi ki. Tamam. Tamam da tamam. Tamam da benim sənə zaten simpatiyam olubdu ki, peyğəmbərə pedofillik yaklaştıran Buxarilərə inanmadığın üçün benim sənə simpatiyam olubdu. Yani. Buxari bəli elə deyir. Doğrudur, razıyam səndən. Yani. Buxari nələrdə və Yəni mən inanmıram, inanmamışam ki, sən mənim peyğəmbərimə pedofil olduğunu ispat eləmək uğrunda çalışasan. Yəni düz sual budur. Sən çalışırsan ki, sual daha bu. Xeyr, mən səndən soruşuram eləcə, Çeviş. Mən səndən soruşuram. Yəni sənin bütün çalışman ispat eləməyin o yöndədir ki, deyəsən ki, məsəl üçün də burada indi bir obrazlaşdırıram. Ay Elmir, sənin Məhəmməd peyğəmbərin pedofildir. Yəni, bunu demək istəyirsən? Əzizim, sənin məhzəblərimin təqdim elədiyi rəzil hədislər. Yoxsa bir şeyi araşdırırıq mı? Yoxsa tənqid edirik. Sənin hədislərin, məhzəblərimin ortaya qoyduğu rəzil hədislər. 6 yaşında, 7 yaşında, 8 yaşında, 10 yaşında qız uşağının alınmasına razısan. Hayır. Ayso, onda normal adamsan. Başka? Başka can sağlığı. Mənim peyğəmbərimə pedofil demirsən ki, Çeviç. Sənin peyğəmbərinin 6 yaşında qız aldığı Quranda yazılır. Hayır. Dərdin nədir? Kim yazır onu? Və s. Sonra nə idi? İslamda az yaşların ailə həyatı qurması yoxdur. Nə idi? Deyirdilər ki, güya peyğəmbər özü 53 yaş olanda dostu Əbu Bəkirin qızı 9 yaşlı Ayşə ilə evlənib. Bu nə absurddur, bu nə təhqirdir, bu nə pedofillikdir, bu nə peyğəmbər düşüncəsidir. Ona görə bu sualı verəcək adamlardan bir dənə də sual soruşmaq istəyirəm. İndi mən sizdən soruşuram, o bayrağın göy rəngi üçün, mavi rəngi üçün getməzdiniz döyüşə? O bayraqda yaşlı rəng olmasaydı döyüşməyəcəkdiniz? Vətən üçün savaşa gedənlər, vətən üçün savaşa gedənlər deməkdir. İdeolojik din adı altında gedənlər deyil, ya da dini mövzu deyil bu. Milli qiriyyətimizə saldırı var idi, biz də cavabını verdik. Burada artıq hansı rəngin nəyi təmsil elədiyi məsələsi deyil. Bizi nə... Deyirəm ki, bir Azərbaycan kişisi oğulluğa götürdüyü bir oğlanı boşadığı arvadı almamalıdır. Aha, so. Başladığı arvadı niyə üçün? Səbəbim də deyərdiniz, mən söhbətimə davam edəcəm. Çünki Azərbaycanın namusuna, əxlaqına və kriyyət anlayışına uyğun deyil. Mənə bax, heç bir sevgi qızından daha dəyərli ola bilməzsən. Yaş uşağa get.
Canım ki İndi gözlə bitirməmişəm. Cavab. Nə var? Heç bir ağlı başında ki, evdə 12 yaşında, 13 yaşında, 14 yaşında, 15 yaşında bir qızı varsa, o evə sevir yox, bir yerləri də gedirsə, xeyri yoxdur. 16-17 yaşında bir gədə gətirməz. Anlıysan? Ya gedəni postalayar. Gedəsi saxlayar. Ya da ki, ümumiyyətlə söhbətə girməz. Əgər normal bir atadsa, qızına dəyər verən bir atadsa. O qadını yatağa atmaq normal bir şeydir. Mən hamının yatağına siz qədər maraq salmıram da, ona görə bilənmərəm. Yəni Niyə bəs peyğəmbərin yatağına maraq salmırsansa, peyğəmbərin yazdığı kitabda qaydalar. Mən bilmirəm peyğəmbərin yatağına. Mən kişilərin yatağına maraq salmıram, bax heteroseksualam. Təəssüf ki. Deyirəm ki, bütün dünya, yəni ağlı başında olan dünya insanları Epstein'ə şərəfsizin, pedofilin, qiriyyətsizin, oğraşın dalayağı kimi gördü, düzdür? Bəli, tamamilə razıyam. İndi bu Epstein 4 standart İslam şəriətinə görə 4 müsəlman olsaydı, 4 xanım alsaydı və 4'ü də 10 yaşında olsaydı, İslam gələnəyinə və şəriətinə görə almış olsaydı, kimsə ona heç nə deyə bilməzdi. Cəmiyyətdə qadını şiddətli şəkildə döyülməsi, işgəncəyə məruz qalması, ümumiyyətlə döyülməsi normal qarşılanmır. Amma İslamda birbaşa icazəsi var. İslamda, Azərbaycanda, Azərbaycan anlayışında, Azərbaycan zehniyyətində, hələ türk zehniyyətində qadına tarla gözü ilə deyil, bir ortaq gözü ilə, həyat yoldaşı, həyat ortağı gözü ilə baxılır. Amma İslamda bildiyin tarla statusundadır. Bilər, bizim cəmiyyətimizə uyğundur yoxsa yox? Əgər uyğun deyilsə, bu kitab bizim cəmiyyətimizə uyğun deyil deməkdir. Uyğundursa, niyə bizim tərbiyəmizdən, əxlaqımızdan üst-üstə düşmür? Quranda necə bir ayələr, əsas hansı ayələrdir ki, insanları məsəl üçün yəni düzgün yola aparmır. Düzgün deyil yəni. Siz nə təzad görürsüz, nə problem görürsüz. Və ya ateist isə kafirdir. Eyni zamanda bizdən deyil, vətənpərvər ola bilməz, əxlaqlı ola bilməz, normal insan ola bilməz. Bu kimi şeylər təhlükəli şeylərdir. Hansı ayələrdə elə bir Bu şey? ayəti uşaqlar bir dənə eləyək, açıqlayaq. Mən ekrana qoyum bunu. Gedin ailə məcəlləsinə rica edirəm. Baxın, bu adamlar nə qədər əxlaqsız bir şey təbliğ eləyir, özünüz baxacaqsınız, anlayacaqsınız. Dindarların ateistlərin barəsində çox maraqlı təsəvvürləri var. Elə bilirlər ki, biz nə bilim, gecələr gedirik, pişik tapıb başını kəsirik və yaxud o geniş qapanmış gözlər filmindəki kimi o orgiyalar düzəldirik, orada nə bilim, hamı çılpaq gəzir. yoxdur belə bir şey. İnsanın əxlaqı, tərbiyəsi, davranışları, bu onun ailədən gördüklərinə, yaşadığı mühitə, ətrafdakı insanlardan görüb götürdüklərinə əsasən formalaşır və inancların buna ümumiyyətlə heç bir dəxli yox. Ümumiyyətlə biz cəmiyyət olaraq ata, qardaş, nə bilim, qeyrət, namus, bunun qeyrəti hardadır? Bu anlayışlardan nə qədər uzaq qaçsaq o qədər yaxşıdır. Yəni bunlar qurama, uydurulma, belə deyək də, klişelərdir. Real həyatla heç bir əlaqəsi yoxdur. Belə deyək, bu sırf insani münasibətlərdə bu iki insan bir-birini sevir və yaxud deyək ki, bir qız özünü, bədənini satır. Bunun atası və yaxud bunun qardaşı niyə buna görə məsuliyyət daşımalıdır? O hansı hüquqi aktda, hansı mənəvi aktda bu əks olunub? Şimdi benim bir kızım olaydı. Flört edeydi, bilmem ne yapaydı. Bir adamla yataydı. Yani söyleyebileceğim tek şey, aman dikkat et herifin AIDS olmasın. Efendime söyleyeyim başka bir hastalığı olmasın. Bunları söylerdim. Yani sen git namus, böyle kavramlarım yok benim ya. Yani bir kadının gidip seni boşayıp başkasıyla evlenmesi, senin kızının gidip başka bir erkekle arkadaşlık edip yatıp kalkması senin namusuna nasıl dokunuyor? Bu namus nedir ya? Ben bunu anlayamıyorum. Ben ondan istəyirəm ki, qorxmayın. Yəni Allah yoxdur. Bunu deməkdən qorxmayın. Buradan başlamaq lazımdır ki, bunu deyəndə dünya dağılmır. Həyat yoldaşınız öz şəkilli psixolojisi oldu. Bu normaldır ya yox? Normaldır. Bax, deyirsiniz ki, normaldır, düzdür? Bir adam da normaldır, bir azad bir məkanda. Altdan da yazır ki, sizin gözləriniz, yəni sizin həyat yoldaşınız, gözləriniz və vücudunuz çox gözəldir, çox Şəhid qardaşına o günlər demişsən ki, sən ananla sıyıq elib, yoxsa bacınla? Yox, mən durduq yerə niyə Yahudi deyir ki? Yahudi nə əlaqə? Yahudi söyüşdür.
Söyüşlü ölsə ben niye zuhud deyirəm? Yahudu söyüşdü bəyəm, sual verdim sana. Yok ben yok. Bak ben O sana hiç bir takdir edici söz demedi yaxı. O senin anaba bir şey demedi yaxı. dedi axı. Demedi anaba heç. Söyüş söyledi. Ne Söyüş dedi? söyledi. Bir giryət dedi. Bir giryət. Ben sana indi o videonu atıram. Bir qeyrət nədir? Əvvəlini yatırsan ki. Nə əvvəlin? Bir qeyrət nədir? Yok əvvəlini yatırsan. Bir qeyrət nədir? Bilirsən bir qeyrətsə sən qeyrəti olmayana bir qeyrət deyilir. Bəlkə o səni bir qeyrət kimi görür. Sən də deyirsən ki, yox mənim qeyrətim var. Mən də ona lazım olan sözü demişəm. Lazım olan anasına demisən. İndi mən də sənə deyirəm, sənin qeyrətin var amma anava deyəcəm. O, Ebu Bekir Siddiq'in kızı Ayşe'dir. Ve o, Peygamberin sallallahu aleyhi ve sellem 3. zövcəsiydi. Künyəsi Ümmü Abdullah idi. O, Siddiqə ləqəbi və möminlərin anası adıyla tanınmışdır. Anası Ümmü Ruman idi, hansı ki Allah Resulü sallallahu aleyhi ve sellem onun haqqında belə buyurmuşdur. Kim cənnət hurilərini görmək istəyirsə, Ümmü Rumana baxsın. Atası isə böyük səhabə Ebu Bekir Siddiqidir. Ayşə, İslam zühür etdikdən sonra dünyaya gəlmiş, cahiliyyət dövrünü görməmişdir. O, İslamı ilk qəbul edənlərdən olmuşdur. Xanım Ayşə, Cəməl hadisəsindən sonra Mədinəyə qayıtmışdır və Hicri 57-ci ilin Ramazan ayının 17-ci günündə vəfat edənədək evində qalmışdır. Bəs xanım Ayşənin xüsusiyyətləri nələr idi? Xanım Ayşənin, Allah ondan razı olsun, ilk xüsusiyyəti onun dərin və geniş ilmi biliyə sahib olmasıydı. Səhabələrin əksəriyyəti fiqh və dini məsələlərin bir çoxunda ona müraciət edirdilər. Ayşə həm özündən, həm də atası Əbu Bəkirdən Allah Rəsulundan sallallahu aleyhi və səlləm nəql olunan çoxlu hədis rəvayət etmişdir. O, halal və haram hökmlərini, tibb elmini, şeiri və digər elmləri ən yaxşı bilən insanlardan biri idi. Həmçinin ümmətin ən fəqih qadınlarından idi. İkincisi isə həya sahibi olmasıydı. Ayşə Allah Rəsulunun sallallahu aleyhi və səlləm və atası Əbu Bəkir Siddiqin qəbrini ziyarət edərkən paltarını tam örtünərdi. Bunu isə onların yanında dəfn olunmuş Ömər ibn Xəttabdan, Allah ondan razı olsun, həya etdiyi üçün edərdi. O, həya hissinin güclülüyündən hətta vəfat etmiş insanların yanında da örtüyünə riayət edərdi. Üçüncü xüsusiyyəti səxavətli və cömərd olmasıydı. Ayşə kasıblara və miskinlərə qarşı son dərəcə səxavətli idi. Qeyd olunur ki, o evlərindən birini satmış və əldə etdiyi pulun hamısını yoxsullara paylamış, özünə isə heç nə saxlamamışdı. O, öz zamanının ən cömərd insanlarından biri idi. Bunda təəccüblü heç nə yoxdur. Çünki o, məxluqatın ən xeyirlisi olan Allah Rəsulunun sallallahu aleyhi və səlləm zövcəsi, bütün malını Allah yolunda xərcləyən Əbu Bəkir Siddiqin, Allah ondan razı olsun, qızı idi. Dördüncü xüsusiyyəti təvazökarlıq və zahidlik idi. Ayşə xanım, Allah ondan razı olsun, dünya malına bağlı olmayan, sadə həyat sürən və insanlarla təvazökarlıqla davranan bir xanım idi. Varid olduğuna görə o cariyələrin belə geyinməkdən imtina etdiyi sadə geyimləri heç bir utanç hissi keçirmədən geyinərdi. Səbir. Ayşənin səbirdə böyük təcrübəsi və mövqeyi var idi. Rəvayət olunur ki, o Rəsulullahın sallallahu aleyhi və səlləm yanında İslam dəvətində dəyanət və səbirlə dayanmışdır. Ayın çox günlərini yalnız 2 qara şeylə, xurma və su qidalanar və acılığa səbir edərdi. Onun səbrinə ən xeyirli misal isə İfk iftira hadisəsində baş verənlərdir. Namaz və oruc. O, ilin çox günlərini oruç tutar. Gecələri isə namaz qılmaq və Quran oxumaqla keçirərdi. Fədakarlıq. Bu mövzuda onun bir çox nümunəvi davranışı var. Bunlardan ən məşhuru Ömər ibn Əl-Xəttab, Allah ondan razı olsun, bıçaqlandıqda və əcəlinin yaxınlaşdığını hiss etdikdə baş vermişdir. O, xanım Ayşədən Peyğəmbərin sallallahu aleyhi və səlləm və dostu Əbu Bəkir Siddiqin yanında dəfn olunmasını xahiş etdi. Xanım Ayşə onu özündən üstün tutaraq onların yanında dəfn olunmasına razılıq verdi. Peyğəmbər sallallahu aleyhi və səlləm Ayşə ilə anamız Səudə binti Zəmənin, Allah ona razı olsun, ilə evləndikdən sonra nikahlanmışdır. Ancaq Ayşə isə Peyğəmbərin sallallahu aleyhi və səlləm evləndiyi yeganə bakirə qadın olmuşdur. Peyğəmbər sallallahu aleyhi və səlləm onunla 9 yaşına daxil olduqda evləndi. Onun, Allah ondan razı olsun, fəzilətlərindən biri də o idi ki, vəhy ondan başqa heç bir qadının yorğanı altındaykən nazil olmamışdı. O, Peyğəmbər üçün, sallallahu aleyhi və səlləm, məxluqatın ən sevimli insanlarından olmuşdur və onun bəraəti 7 qat səmanın üzərindən nazil olmuşdur.
O zövcələri arasında ən fəqih və ən elmli olanı idi. Allah ondan razı olsun və onu razı salsın. Olurdu ki, Peyğəmbərin sallallahu aleyhi və səlləm böyük səhabələri onun görüşünə müraciət edir və dini məsələlərdə ondan fətva istəyirdilər. Onun Rəsulullahla sallallahu aleyhi və səlləm evliliyi qissəsinə gəlincə, həqiqətən Peyğəmbər sallallahu aleyhi və səlləm Xədicə xanımın, Allah ondan razı olsun, vəfatına çox böyük hüzn duydu. Çünki o, Peyğəmbərə sığınacaq verir, onu dəstəkləyir və ikincisi, Peyğəmbərin sallallahu aleyhi və səlləm Ayşədə, Allah ondan razı olsun, gördüyü zəka və fərasət əlamətləri idi. Bu səbəbdən onunla evlənməyi sevimli tutdu ki, o, Peyğəmbərin sallallahu aleyhi və səlləm hallarını, həyatını və sünnəsini başqalarından daha xeyir nəql edə bilsin. Həqiqətən də sonralar Həzrət Ayşə, Allah ondan razı olsun, səhabələrin dini və hökm məsələlərdə müraciət etdikləri əsas alimlərdən biri olmuşdur. Üçüncüsü, Peyğəmbərin sallallahu aleyhi və səlləm onun atası Əbu Bəkir Əs-Siddiqə, Allah ondan razı olsun, olan sevgisi və Əbu Bəkirin haqq dəvəti yolunda çəkdiyi əziyyətlərdir. O, Peyğəmbərlərdən sonra insanların ən güclü iman sahibinə və ən möhkəm yəqinlik sahibinə çevrilmişdi. Peyğəmbərin sallallahu aleyhi və səlləm evliliklərinə baxdıqda görünür ki, onun zövcələri arasında həm gənc, həm də yaşlı qadınlar, həm qatı düşmənin qızı, həm də yaxın və sadiq dostunun qızı olmuşdur. Onların arasında özünü yetimlərin tərbiyəsinə həsr edənlər də, çoxlu oruç tutmaq və gecə namazı qılmaqla digərlərindən seçilənlər də var idi. Onlar müxtəlif xüsusiyyətlərə malik qadınlar üçün nümunə idilər və onların vasitəsilə Rəsulullah sallallahu aleyhi və səlləm hər bir qadın nümunəsi ilə düzgün rəftar etməyin necə olduğunu göstərən bənzərsiz bir yol və şəriət təqdim etdi. Bu bəşəri nümunələrdən biri də budur. Xanım Ayşənin, Allah ondan razı olsun, yaşının az olması barədə iman zəifliyi səbəbindən şübhə yaradan və bu məsələni irad tutanlara gəlincə, kim Peyğəmbər sallallahu aleyhi və səlləm isti bir ölkədə, Ərəbistan yarımadasında yaşamışdı. Həmçinin qadınlar bu işdə bədən quruluşu və fiziki yetkinlik baxımından bir-birlərindən fərqlənirlər. Əgər diqqət etsəniz görərsiniz ki, Peyğəmbər sallallahu aleyhi və səlləm Ayşədən, Allah ondan razı olsun, başqa heç bir bakirə qadınla evlənməmişdir. Onun digər bütün zövcələri daha əvvəl evlənmiş qadınlar idi. Buna görə də bəzi tənqidçilərin iddia etdiyi kimi, güya Peyğəmbərin, Allahın ona salavat və salamı olsun, əsas məqsədi şəhvət və qadınlardan həzz almaq olmuşdur fikri əsassızdır. Əgər məqsəd bu olsaydı, o yalnız gənc, bakirə və gözəl qadınlarla evlənərdi. Halbuki onun zövcələrinin əksəriyyəti dul və ya yaşlı qadınlar idi. Çünki məqsədi bu olanların, xüsusən də fövqəladə gözəl və bakirə olması kimi cəlbedici sifətlər mövcud olduğu halda, bütün və ya əksər zövcələrini bu şəkildə seçməzdi. Kafirlər və onlar kimiləri tərəfindən rəhmət, Peyğəmbəri haqqında irəli sürülən bu cür tənələr, bu tənələr onların Allah Taala yanından gətirilmiş şəriətə və dinə qarşı tənə vurmaqda tamamilə aciz olduqlarını dəlalət edir. Buna görə də onlar onun sallallahu aleyhi və səlləm şəxsiyyətinə tənə vurmağa çalışdılar. Lakin heyhat, o, Allah Taalanın haqqında şübhəsiz ki, sən böyük bir əxlaq üzərindəsən buyurduğu seçilmiş Əl-Mustafa bəndədir. Həmçinin Qureyşin kafirləri də belə bir məsələyə görə ona heç vaxt irad tutmamış və ya onu tənqid etməmişdilər. Xülasə, bunu da qeyrətdən danışan ateistlərə bildirməliyik ki, İslamın olmadığı hər yerdə namus, qeyrət anlayışı yoxdur və ola da bilməz. Məsələn, Rusiyaya baxsaq və ya Avropa ölkələrinə baxsaq və ya bütpərəst ölkələrə baxsaq, onlarda namusun, qeyrətin olmadığını görəcəyik. Onların heç birində ərinə xəyanət edən bir qadının 20 il həbs cəzası olduğu halda öldürüldüyünü görə bilərikmi? Əlbəttə ki, xeyr. Ancaq bu Azərbaycanda mövcuddur. Nə üçün? Çünki qadınla bakirə olaraq evlənmək namus və qeyrət anlayışı, qadınını qısqanmayan kişinin dəyyus olacağı anlayışı məhz İslamdan gəlmişdir. Beləliklə, əgər Azərbaycanda İslam dini yayılmasaydı, eləcə də Azərbaycan xalqı da digər toplumlar kimi namusdan və qeyrətdən uzaq bir toplum olacaqdı və insanlar evləndikdə qadının bakirə olub-olmadığına baxılmayacaqdı. Ata evdə olduğu halda qız övladı başqa bir kişi ilə başqa bir otaqda, arvad başqa bir otaqda məşuqu ilə yatması da normal qarşılanacaqdı. Allah eləməsin.